Ata, sənin günlük maaşın nə qədərdir ki? Qızım, sənin nə dəxli var bu işlərin? Ged oyuncaqlarınla oyna da. Ata, dedən nə olar? Axı mənə lazımdır. Sənin günlük maaşın nə qədərdir? Ay bala, tutaq ki, lap günlük 20 manat alıram. Sənə nə lazımdır? Ata, niyə əsəbləşirsən? Heç olmazsa mənə 10 manat verə bilərsən? Dur ayağa, dur ayağa. Dur ged aldığımız oyuncaqlarla oyna, dur. Bu iş mənim bütün əsəblərimi korlayıb da. Şu anda xətrinə dəydim. Sevgi! Gəl bura qızım. Gəl mənim ağıllı qızım. Bax, sən xətrimə dəydim, mənə bağışla. Bax, ata sənə 10 manat verir. Ürəyin istəyən nə istəyirsə gəlib alarsan. Yaxşı? Ata, mən 1 manat çıxmışam. Üstünə sənin verdiyin 10 manatı qoymuşam. Eləyib 20 manat. Bu sənin sabahki maaşındır. Bu pulu sənə verirəm. Sabah işə getmə. Vaxtını mənə ayır. Bu pulu sənə verirəm. Sabah işə getmə. Vaxtını mənə ayır.